Xarici investisiyalı şirkətlər təsis edilərkən onların nizamnamə kapitalı bəzən manatla deyil, birbaşa xarici valyuta ilə formalaşır. Bu halda sahibkarları və mühasibləri düşündürən bir neçə sual ortaya çıxır. Bu kapitalı çotda necə əks olunmalıdır və sonrakı illərdə dəyişən məzənlə kapitala təsir edə bilərmi? Azərbaycan Respublikasında hüquqi şəxs qeydiyyatdan keçdiyi zaman nizamnamə kapitalı olan xarici valyuta həmin gün üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi nizamnamə ilə manatla hesablanaraq uçota alınır. Qanunvericiliyə əsasən nizamnamə kapitalı kapitalın bir hissəsi olduğuna görə sonrakı illərdə yenidən dəyişən məzənlə ilə hesablanmır. Vergi məcəlləsinin 69-cu maddəsinə görə yalnız debitor və kreditor borcları, pul vəsaitləri və öhdəliklər məzənnə dəyişikliklərindən təsirlənir. Beynəlxalq mühasibat standartlarına əsasən isə nizamnamə kapitalı qeyri-monetar maddə sayılır və ilkin tanındığı məzənnə ilə uçota alınır. Bununla da belə nəticəyə gəlirik ki, xarici valyutada formalaşan nizamnamə kapitalı yalnız qeydiyyat zamanı olan məzənnə ilə uçota alınır və sonradan dəyişməz qalır. Bu həm vergi, həm də mühasibat uçotu üçün eyni qaydada tətbiq olunur.